Ստեփանակերտի երիտասարդության պալատın շտաբում քաղաքացիները İşğal altında olan Xankəndinin mərkəzinə insanlar toplaşır. Onlar könüllü olaraq cəbhə xəttinə getmək istədiklərini deyirlər. Bu haqda Azadlıq Radiosunun erməni xidmətinin müxbiri xəbər verir. Որտեղ գրված է, որ պետք է ներկայանան տարածք. Aprelin 2-də gecə saatlarından başlayaraq cəbhə boyu kəndlər qarşılıqlı atəşə tutulub. Ermənistan tərəfi 18 əskərini itirib, 35 yaralı var. Bunu Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də Yerevanda Milli Təhlükəsizlik Şurasının toplantısında deyib. Yaralılar Yerevandakı hərbi hospitalar və Xankəndindəki xəstəxanaya yerləşdirilib. Այս պայդրությամբ ունենք 3 հոգի, վիճակները ծանրը կար, 1 հոգի վերակենդանության բաժանմունքում, 2 հոգում լրատվությունը կատարում։ Məlumata görə Ermənistan tərəfdə 2 nəfər mülki vətəndaş da həlak olub. Onlardan biri 12 yaşlı oğlan uşağıdır. Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın münaqişəni qızışdırmaqda ittiham edib. Bildirib ki, cəbhədəki gərginliyə görə məsuliyyəti Azərbaycan daşıyır. Nazirlik əlavə edib ki, vəziyyət belə davam edərsə, bu Azərbaycan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Müdafiə Nazirliyi isə məlumat yayaraq bildirib ki, silahlı qüvvələrin 12 hərbi qulluqçusu ölüb. Azərbaycan tərəfinin bir ədəd Mi-24 helikopteri vurulub və bir tank mina partlayışı zamanı sıradan çıxıb. Məlumatda deyilir ki, ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, Ermənistan tərəfinin 100-dən çox hərbi qulluqçusunun ölüb və yaralandığı deyilir.